Uşaqlarda tez-tez müşahidə olunan problemlərdən biri. Mövzuya Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin təcrübəli həkim fizioterapevti Nuriyə Əlibəyli aydınlıq gətirəcək. Əziz valideynlər, əgər övladınızda qamət pozğunluğu, kürək tinlərində və ayaq uzunluğunda fərq hiss edirsinizsə, bu skoliozun başlanğıc əlaməti ola bilər. Vaxtında düzgün diaqnostika və müalicə gələcəkdə bir çox xəstəliklərin qarşısını alır. İnteqrativ tip bu xəstəliyə fərqli və fərdi yanaşır. Xəstəliyin əmələ gəlmə səbəbləri araşdırılır, diaqnostika dəqiqləşdirilir və buna uyğun olaraq müalicə prinsipi seçilir. Yaşamaq gözəldir verilişində bu haqda geniş danışacağıq. Effektiv müalicə üsulları ilə sağlamlıq problemlərinə son qoyun. Həkim fizioterapevt Nuriyə Əlibəyli Azərbaycan Tibb Universitetinin Müalicə İşi və Profilaktika fakültəsini bitirib. 2001-2002-ci illərdə 4 saylı şəhər klinik xəstəxanasında internatura keçərək həkim terapevt ixtisasına yiyələnib. Bioloji təbabət üzrə Almaniya, Kolumbiya, Rusiya, İsveçrə və Ukrayna mütəxəssisləri tərəfindən keçirilən homeosiniatriya, biopunktura, akupunktura, mezoterapiya, segmentar metamerik biotənzimləyici terapiya üzrə seminarların iştirakçısı olub və müvafiq sertifikatlar qazanıb. İstanbulda, Ankarada fizioterapiya üzrə keçirilən tibbi kurslarda iştirak edib, bu sahə üzrə təcrübə keçib. Fəqərəarası disk yırtıqları, protruziya, osteoxondroz, onurğa əyrilikləri, yastı pəncəlik, artroz, artrit, uşaq serebral iflici xəstəliklərinin fizioterapiya vasitəsilə müalicəsində uğurlu nəticələr əldə edib. Düzgün qamət sağlam gələcəyin işarəsidir. Bəs yaxşı, qamətimizin düzgün olması üçün biz nə edirik? Və yaxud elə o düzgün qamətdə irəliləmək üçün vaxtında və zamanında problem hiss ediriksə, fizioterapevtə üst tuturuqmu? Bax, bu sualı yəqin ki, özünüzə verdikdə cavabı yox olur. Çünki bugün əgər biz bu problemi danışırıqsa, demək ki, vaxtında və zamanda sağlamlığınız üçün düzgün addım atmırsınız. Bugün müzakirə etdiyimiz mövzu ümumiyyətlə mən deyərdim ki, uşaqdan böyüyə hər kəsi narahat edən bir problemdir. Xüsusən əziz valideynlər, sizə səslənirik, deyirik ki, övladınızda kürəkdə əyilmə, oturuşda pozuntu və yaxud ayaq uzunluğunda fərq hiss edirsinizsə, bugün mütləq Yaşamaq Gözəldir verilişini diqqətlə izləyin. Çünki studiyamızda bu sahənin mütəxəssisi fizioterapevt Nuriyə Əlibəyli var. Sabahınız xeyir olsun, xoş gəlmişsiniz Nuriyə doktor. Sabahınız xeyir, xoş gördük. Bugünkü mövzunuz olduqca maraqlıdır və bilirəm ki, izləyicilərimiz üçün də maraqlıdır. Çünki dünəndən artıq biz paylaşım etmişik, tamaşaçılardan bolluca suallar var. Vaxtımız yetərsə sualları sizə ünvanlayacağım. Vurğulayım ki, Nuriyə Əlibəyli Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində fəaliyyət göstərir. Məhz həmin müalicə mərkəzinin əlaqə nömrəsini nəzərinizə çatdırmaq istəyirəm. Şəhər nömrəsindən 012 430 89 89 və 050 070 hər iki provayderdən yenə də 430-89-89 nömrəsi aktivdir. Zəng vurub konsultasiyadan keçmək üçün qeydiyyatdan düşmək lazımdır. Bunu unutmayın. Və bir nüansı da nəzərinizə çatdırın verilişimizin ilk dəqiqələrində hər həftənin 3-cü günü Nuriyə Əlibəyli Göyçay Bioloji Təbabət Klinikasında xəstə qəbulu həyata keçirir. Mütləq şəkildə doktorun qəbulunda olmaq istəyən Göyçaylılar və Göyçaya yaxın olan digər bölgənin vətəndaşları da qeydiyyatdan keçib hər həftənin 3-cü günü Göyçay Bioloji Təbabət Klinikasında Nuriyə Əlibəylinin konsultasiyasında iştirak edə bilərlər. Və yenə də çox önəmli bir fürsət var sizin üçün, əziz izləyicilərimiz. İyun ayının 15-dən iyul ayının 15-nə dək bioloji təbabət sağlam bədən düzgün qamət deyərək məktəblilər və müəllimlər üçün möhtəşəm bir fürsət təqdim edir. Belə ki, bioloji təbabət inteqrativ müalicə mərkəzində həkim fizioterapevt qəbulu ödənişsizdir. İlk fizioterapiya proseduru isə tamamilə pulsuzdur. Rentgen müayinəsində isə 20% endirim var. Skalyoz, qamət pozğunluğu, bel və oynaq ağrıları olan hər kəs bu fürsətdən yararlana bilər. Təbii ki, söhbət məktəblilər və müəllimlərdən gedir.
Doktor, bugünkü mövzumuzun müzakirəsini istəyirəm başlayaq. Skalyoz ümumiyyətlə nədir, necə yaranır, irsi faktorlar burada rol oynayırmı və uşaqlarda bu problem baş verirsə, erkən əlamətləri nələrdir, valideynlər də bunu bilsin. Bəli. Salamlayıram hər kəsi, xoş gördük, günümüz xeyirli uğurlu olsun. Çox düzgün buyurdunuz ki, başlanğıcında bu nəinki uşaqları, mən belə deyərdim, xüsusən də əsasən valideynləri narahat eləyən bir problemdir. Skalyoz demək olar ki, son əsrin təbil çalınan, həyəcan siqnalı çalınan bir xəstəliyinə çevrilibdir. Ümumiyyətlə, skalyoz nədir? Skalyoz onurğanın öz oxu ətrafında yanlara doğru əyilməsidir. Yəni, bu özünü yanaşı olaraq kifoz, lardozla da biruzə verə bilər. Hansı ki, indi mən burada başlanğıc olaraq burada mulyajın üzərində qısa olaraq sağlam onurğamıza nəzər salaq və onun hansı patologiyaları var, yəni bir neçə dəqiqəlik bunu göstərmək istəyərdim. Təbii, buyurun. Hansı patologiyalar var, onun üzərində danışardıq. Yəni, bu gördüyümüz kimi onurğanın arxadan görünüşüdür. Yəni, arxadan olan bir görünüşdür. Arxadan və öndən baxdıqda onurğamız tamamilə düz şəklindədir. Amma yanlardan baxdıqda isə, indi burada əgər görsənərsə, onurğamızın 2 lardoz və 2 kifoz dediyimiz bir əyrilikləri var ki, lardoz önə doğru, kifoz isə arxaya doğru əyriliyidir. Yəni, normal fizioloji əyriliyimizin bucaqları var. Amma əgər bu bucaqlar dəyişərsə, artarsa və yaxud da azalarsa, bu artıq patologiyadır. Yəni, deyim ki, belə deyək, bu onurğa isə özü hərəkətli olan bir nahiyədir. Yəni, bu belə yaradılışda belə yaranıb ki, yəni fəqərələr bir-biri ilə, disklər vasitəsilə birləşərək onurğanın tam hərəkətliliyini təmin edir. Yəni, onurğa rahatlıqla önə, arxaya, yanlara doğru rahatlıqla hərəkət edə bilir. Və bu, belə deyək, əksər vaxt biz, belə deyək, bu üzərində göstərmişkən bir nüansa toxunum. Yəni, valideynlər daha çox nədən bilə bilər ki, yəni artıq bizim belə deyək də birinci, ilk görünən valideyndir. Pediatrdan da qabaq, fizioterapevtdən də qabaq. Şübhə yaranır ki, müraciət edir. Bəli, travmatoloqdan da əvvəl, yəni valideyn burada diqqətli olmalıdır. Çünki nə qədər ilkən müdaxilə olarsa, o qədər də daha tez öhdəsindən gələ bilərik. Əlamətlər nədir? Bəli, əlamətlər, yəni burada qısaca olaraq göstərim. Valideynlər diqqətli olsunlar ev şəraitində. Bax, bu gördüyümüz kimi uşağın qalça tinləridir. Yəni, olsun, yəni uşaq üzərində deyək. Bu isə kürək tinləridir və çiyinlərin bərabərliyi. Çiyinlər, kürək tinləri və qalça tinləri tam bir müstəvi üzərində olmalıdır. Yəni, burada asimetriya olmamalıdır. Ən azı soyunduranda, yuyunduranda valideynlər uşaqlara baxsınlar. Əgər kürək tinlərindən biri aşağıya, yuxarıya olursa, bu belə düz baxdıqda isə arxadan qalça tinlərinin biri aşağı, yuxarıya görsənirsə və qolları tam bir yerdə, yəni onurğaya sıxdıqda bir tərəfində daha çox məsafə, digər tərəfində az məsafə qalırsa, bu artıq skalyozun başlanğıcı və skalyoz deməkdir. Və hətta ev şəraitində uşağı önə doğru əydikdə kürək tininin bir tərəfi sağ və ya sol tərəfi qabarırsa, yəni gözlə görsənən dərəcədə. Bu da artıq onu göstərir ki, burada skalyoz başlamışdır. Yəni, buradan belə deyək ki, skalyoz özü dediyimiz kimi yanlara doğru əyilmədir. Amma əgər dediyim kimi valideyn orada müşahidə eləyirsə və yaxud da həkim müayinəsində kürək tininin birinin hündür, birinin alçaq olmağı varsa, bu artıq rotasiya olunmuş skalyozdur. Rotasiya nədir? Yəni, onurğanın fırlanması ilə. Biri var, onurğa bu cür yanlara doğru əyilir. Biri var, yüngül fırlanaraq sonra əyilir. Yəni, rotasiya olunmuş skalyozlar daha qəliz skalyozlardır, belə deyək. Formasına görə əlbəttə dəyişir. Bu cevari, esvari, hətta son vaxtlarda çox müşahidə eləyirəm, zitvari onurğanın 3 nahiyəsində əyrilik müşahidə olunur. Eyni zamanda dərəcəsinə, ağırlıq dərəcəsinə görə dəyişir. 1-ci, 2-ci, 3-cü, 4-cü dərəcə, ən ağır dərəcə 4-cü dərəcədir və belə deyək də, tamamilə düzgün buyurdunuz ki, sağlam onurğa doğrudan da sağlam orqanizm deməkdir. Mən bunu deyərdim. Yəni, uşaqlarımızın vaxtında onurğasının sağlamlığının qeydinə qalaq ki, gələcəkdə bir çox fəsadların qarşısı alınsın.
Bugün skalyoz gələcəkdə fəqərarası disk yırtığıdır. Bugün skalyoz gələcəkdə fəqərarası diskin digər degenerasiyalarıdır, daha ağır degenerasiyalarıdır. Yəni, bəzən düşünürük ki, bugün yalnız qaməti, görünüşü müalicə etmək lazımdır. Xeyr, görünüş burada sadəcə olaraq, vizual olaraq bizim ilk gördüyümüzdür. Onun altında yatan daha ağır fəsadlar digər, yəni ki, o skalyozun verdiyi fəsadlardır. Yəni, bildiyimiz kimi, bax, buradan da görsənir, yəni, onurğanın bu fəqərarası disklərin kənarından çıxan, bax, bu cür sinirlər var ki, bu sinirlər birbaşa daxili orqanları innervasiya eləyir. Yəni, bunlar çıxdığı yerə uyğun olaraq yerləşdiyi orqanları qidalandırır. Əgər hər hansı bir patologiya, xüsusilə əyrilik daha çox döş nahiyəsinə, kürək fəqərələrinə düşdüyü üçün, daha çox uşaqlarda ürək sıxılma, ürək döyünmə, təngi nəfəslik, tez yorulma və s. kimi yaddaşın zəifləməsi və s. kimi hallarla özünü biruzə verir. Buna görə də əgər onurğada hər hansı bir deformasiya varsa, bu birbaşa daxili orqanların işini pozur. Qəbizlik verə bilər, mədə-bağırsağın işini poza bilər. Yəni, burada bir çox deyimdə hallar olur ki, bunlar özü ilə birbaş onurğadan qaynaqlanır. Doktor, bax, qaynaqlanır və biz bilirik ki, siz bioloji təbabət inteqrativ müalicə mərkəzində çalışırsınız. Biz hər dəfə həmin müalicə mərkəzinin həkimləri burada olan zaman xüsusi vurğuluyuruq. Bilirik ki, inteqrativ tip hər bir xəstəliyin müayinə və müalicəsinə xüsusi yanaşır. Bax, bu xəstəlikdə hansı yanaşması var? Necə müalicə və müayinə olunur inteqrativ tip vasitəsilə? Xəstəlikdən danışdıq. Əlbəttə, istənilən xəstəlik lapdan yaranmır. Mütləq onun kökündə duran bəlli bir səbəbi var. Əgər biz xəstəliyin əmələ gəlmə səbəbini tapıb, ona doğru, ona yönəlik müalicə qurmasaq, əlbəttə, burada müalicəmiz yarımçıq qalmış olur. Çünki altda yatan səbəb müalicə olunmursa, nə qədər üstdəki verdiyi fəsadı, əlaməti müalicə etsən də, bu tam sağalma deyil. Eyni zamanda bugün danışdığımızda, əlbəttə, inteqrativ tip ümumiyyətlə nədir? Bu, regenerativ bir müalicədir. Bu, səbəbə yönəlik bir müalicədir. Yalnız xəstəliyi deyil, ümumi xəstəyə vahid bir yanaşmadır. Çünki bilirik ki, orqanizm zəncirvari bir-biri ilə əlaqəlidir. Bugün onurğada var deformasiya, bugün dizlərdə var deformasiya. Tutaq ki, mən öz sahəmə aid olan deyirəm, sümük oynaq sistemində yalnız bundan kifayətlənmir. Burada mütləq onun altda yatan səbəb, yəni mineral defisiti ola bilər. Niyə mineral defisiti var? Bəzən valideynlər deyir ki, doktor, biz aylardır, illərdir bu uşağa minerallar, vitamin D-dir, kalsidi veririk. Amma sorulurmu? Soruşursa, mədə-bağırsaq sistemi necədir? Doktor, uşaqlıqda disbakterioz var idi, indi də qəbizlik var, normal bağırsaq işləmir, qidalanması düzgün deyil. Deməli, burada bunun vitamin D-ni, kalsini bol eləmək lazım deyil. Bunun hardan mənimsənilir həmin minerallar? O sistemi düzəltmək lazımdır ki, verdiyin minerallar da sorulsun və sən verdiyin hədəfə çata bilsin. Buna görə də yanaşı olaraq mədə-bağırsaq sistemidir. Xüsusilə də skalyoz uşaqlarda, onurğa deformasiyaları dediyimiz uşaqlarda əzələ sistemidir. Yəni, bugün deyək ki, uşaqlar daha çox, uşaqlarımız oturaq həyat seçiblər. Sosial şəbəkələrin inkişaf etdiyi bir dövrdə əvvəlki aktivlik yoxdur. Əgər aktivlik yoxdursa, nə baş verir? Əzələ sistemi tonusdan düşür. Yəni, bugün bizi ayaqda saxlayan əzələmizdir. Əgər əzələ sistemi zəifdirsə, bu zaman sümüyə hardan yüklənmə versən, həmin tərəfdən artıq deformasiya başlayacaq. Niyə bir tərəfə əyilir? Məsələn, esvari görürük, torakolumbar deyirik. Tutaq ki, yuxarıdan sağ tərəfdən, aşağıdan sol tərəfdən əyilmə var. Yəni, əzələ hardan daha zəif bənddirsə, həmin tərəfə əyilmələr verir. Və biz həmin zəif bəndləri tapıb onu müalicə etməliyik. Burada yanaşı olaraq paravertebral deyirik, onurğa ətrafı əzələlər və digər qrup hansı ki, bu əyilmədə iştirak edir, əzələləri müalicə etmək lazımdır, gücləndirmək lazımdır, normal vəziyyətə gətirmək lazımdır. Uşaq vaxtı keçirilən xəstəliklər araşdırılmalıdır. Xüsusilə də displaziyaları qeyd etmək istəyirəm, ayaq deformasiyaların, ovari deformasiyalardır və s. kimi vagus deformasiyalardır. Bunlar özü çanaqda asimetriya yaradır və çanaq asimetriyası birbaş onurğaya mütləq təsir göstərir. Yəni, zəncirvari olaraq əgər diaqnozu tapdıq, diaqnoz üçün bir rəqəmsal rentgen bizə kifayət eləyər
tam onurğanın sümüyün vəziyyəti üçün, əyriliyin dərəcəsi üçün və bundan sonra altda yatan səbəbi tapdıq minerallardır, filandır. Yəni bunları görmək üçün digər müayinə metodlarından, laborator müayinə metodlarından gərəkirsə və o uşaqlarda xüsusilə də bəzən uşaqlar olur, autoimmun proseslər olur, yanaşı digər xəstəliklər olur ki, bu zaman qaranlıq sahə mikroskopu var ki, qulaqdan bir damla qan götürməklə bizə ümumi monitorda da görürük. İnteqrativ tibbdə həqiqətən çox məşhur bir sahədir bu. Monitorda da görürük, çox maraqlı bir müayinə metodudur və bu orqanizm harda blok var, harda yanaşmaq lazımdır, hansı mərhələdən başlamaq lazımdır bizə bir şərait yaradır. Və burada fizioterapiya və reabilitasiyanın rolu olduqca böyükdür. Yəni burada mütləq yenə deyirəm, onurğanı dəyərləndirdik, altda yatan səbəbi tapdıq, ümumi bir kompleks yanaşma elədik, inteqrativ tibb müalicə üsulları ilə bir kompleks yanaşma elədik və burada ən rahatı odur ki, uşaqlara heç bir zərər vermədən, istər uşaqlara, istər böyüklərə, yəni bir nahiyəni düzəldərək digər nahiyəyə zərər vermirik, çünki bu bərpa edici bioloji preparatlardır, hansı ki, tərkibi minerallardır, orqan preparatlardır, bitki ekstraktlarıdır və s. kimi preparatları, yəni toplu olaraq belə deyək də bir kompleksdə yaradılıb ki, həmin xəstəliyə uyğun olaraq preparatlar istifadə olunur. Lazım olduqda paravertebral olaraq, düzdür, uşaqlara çox da buna can atmırıq bu proseduru icra etməyə. Homosimyatriya dediyimiz, yəni bioloji aktiv preparatları burada xüsusilə əzələ gücləndirici, birləşdirici, toxumaya təsir edici, sümük sisteminə təsir edici preparatlar paravertebral olaraq onurğa ətrafına yeridilir və bir də reabilitasiya olduqca önəmlidir. Burada hansı əzələ güclənməlidir? Fizioterapiya və reabilitasiya, elektroterapiya, yəni dediyimiz bir də hansı ki reabilitoloq tərəfindən verilmiş proqram üzrə işləmək. Burada mütləq xəstəyə individuala yanaşılır. Yəni mən belə deyək də skalyozların 3 xəstənin, 4 xəstənin birgə işləməsinin tam əleyhinəyəm. Çünki 2 skalyoz müayinə eləyirsən, yəni neçə skalyoz müayinə eləyirsən, tam proqram üst-üstə düşməyə bilir. Mütləq orada bir fərdilik nüansı var. Yəni həmin fərdilik nüansını tutmaqla xəstəyə fərdi proqram verilir və fərdi proqram vasitəsilə həyata keçirilir ki, burada həmin proqramla xəstə işlənilsin. Kurs müalicə kimi edirik. Burada əlbəttə 10, 12, 15, 20 günlük kurslar var ki, tam kursumuz 21 gündür və bundan sonra xəstəyə müəyyən ev proqramları verməklə müalicədən sonra hansı idmana getməklə mütləq idman məsələsində, yəni doktor hara qoyum, nə edim, həkimlə məsləhətləşmək lazımdır. Çünki uşağın əzələsi hazır olmadan birdən-birə uşağımı boks aparıram, nə bilim, hansı bir idman növünü aparam, idman növünün heç birinin əleyhinə deyilik. Amma uşağınız buna hazırdırmı? Bəzən deyirlər ki, doktor, üzməyə qoyduq, əslində üzgüçülük qamət üçün ən gözəl idman növüdür. Amma xəstə gəlir ki, valideyn gəlir ki, üzməyə qoyduq, uşağın skalyozu artdı. Böyümə mərhələsidir. Yəni, burada artıq simmetriya pozulubdur. Onurğanın bir tərəf əzələsi daha güclü, digər tərəfi daha zəifdir. Üzəndə nə baş verir? Bir tərəfin, çünki daha çox güc düşür. Bəli, həmin tərəf eyni qalır yenə. Güclənmə eyni düşür deyə onurğaya. Yenə güclü tərəf güclüdür, zəif tərəf zəifdir. Yəni, buna görə də hansı tərəf, yenə deyirəm, zəifdir, biraz yüklənən kimi dərəcə arta bilir. Daha yaxşı olar ki, onurğa bərabər vəziyyətə gətirilsin, əzələlər işlənsin, hansı tərəf güclənməlidir, hansı tərəfə relaksasiya verilməlidir. Bunlar həyata keçirilsin, bundan sonra ver üzməyə. Daha yaxşı, görün necə gözəl nəticələr ola bilir. Yəni, bu proqramla belə deyək də işləyirik. Burada əlbəttə tək skalyoz deyil, müxtəlif cür deformasiyalarla. Tək olmur, yəni belə deyək də bir onurğa ilə çox vaxt biz az rast gəlirik, çünki uşağı soyundurduqda mütləq ayaq deformasiyalarını görürük. Xüsusilə erkən yaşda uşaq müraciət edibsə, mütləq ayaqdan başlamaq lazımdır müayinəni. Çünki hələ yüklənməsi yox, məktəb çantaları götürülür. Yəni o ayağın bir ayağın digərindən qısa olmağını bərpa etmək mümkün olur. Əlbəttə mümkündür. Çünki ayaq özü ölçüsü normaldır. Qısalığın səbəbi çanaqdan olan asimmetriyadır. Çanaq asimmetriyası düzəlirsə, bundan sonra yəni onurğada işlədiyimiz
proqram effekt verir. Amma mən çanağın asimetriyası yerində qalacaqsa, onurğanı idmana aparacamsa, bu əlbəttə bərpa olmaz. Görkəm cəhətdən qısa müddətlə qayıdıb yenə təzdən əvvəlki vəziyyətinə dönə bilir. Və ayağın verdiyi vaqus deformasiyalarıdır, çanaq displaziyalarıdır. Yəni bunları dəqiqləşdirmək lazımdır. Yastı pəncəlikdir. Topuq o qədər içə basır ki, vaqus deformasiyası deyirik. Dizlər yaxınlaşır, çanaq verir asimetriya. Bu zaman nə baş verir? İkincili. Yəni əsasən daha çox faiz ikincili skalyozun üzərindədir. Anadan gəlmə də var, bu düzdür. Bəzi atlasın blokadaları, doğuş travmaları, bunlar necə bərpa olur yoxsa? Bərpa olur, amma ümumiyyətlə proqnozuna görə anadan gəlmə skalyozlar daha çox sürətlə irəliləyən və daha çox əməliyyata məruz qalan skalyozlardır. Artıq uşaq oturmağa başlayan ayından onurğada əyilmələr başlayır. Yəni bunu valideyn uşaq yerimədən belə hiss eləyə bilir. Bu daha ciddi nəzarət altında qalmalıdır. Daha uzun müalicələr olunmalıdır ki, uşağın böyümə yaşına qədər olan inkişafını düzgün aparaq. Yəni ən təhlükəli isə böyümə yaşıdır. Xüsusilə də 9-14 yaş arası və qızlar daha çox, belə deyək, bu xəstəliyə məruz qalır. Bu da odur ki, qızlarda böyümə daha sürətli olur və birdən-bir olur. Oğlanlar daha yavaş, belə deyək, qadın və kişi arasında 10 il fərq var. Qadınlar onu daha tez Bəli, onurğunu çatdırır. Qızlarda isə bir vaxt girirsən ki, bəlkə fikir versəniz, sinifdə qızların boyu oğlanlardan xeyli hündür olmuş olur 1 yaş dövründə. Sonra dayanır, oğlanlar inkişaf edir. Yəni buna görə bu yaşlarda daha diqqətli olmaq lazımdır. Bəzən düşünür valideynlər ki, doktor, bir kurs elədim, düzəldi, bəsdirmi? Əgər uşağın inkişaf eləməyəcəksə, boyu bu qədər qalacaqsa bəsdir. Amma o mümkündür? Xeyr, mümkün deyil. Bu inkişaf eləyəcək, böyüyəcək və inkişaf olan orqanizmi düzgün istiqamət vermək lazımdır ki, bəli, o da düzgün boyatsın ki, əyilmələrin qarşısı alınsın. Verilişimizin də əvvəlində dediyimiz kimi, düzgün qamət sağlam gələcək deməkdir. Bəli. Mən istəyirəm bir daha vurğulayım ki, doktorumuz hər həftənin 3-cü günü Göyçay Bioloji Təbabət Klinikasında öz pasiyentlərini qəbul edir və bir elanla nəzərinizə çatdırım. İyun ayının 15-dən iyul ayının 15-nə dək bioloji təbabət sağlam bədən düzgün qamət deyərək məktəblilər və müəllimlər üçün möhtəşəm bir fürsət təqdim edir. Belə ki, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində həkim fizioterapevt qəbulu ödənişsizdir. İlk fizioterapiya proseduru isə tamamilə pulsuzdur. Rentgen müayinəsində isə 20% endirim var. Düşünürəm ki, məktəblilər və müəllimlər bu fürsəti dəyərləndirəcəklər. Unutmayın, 15 iyundan 15 iyul tarixinədək. Doktoruma təşəkkürümü bildirirəm. Bir daha vurğulayıram ki, Nuriyə Əlibəyli Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində fəaliyyət göstərir. Müalicə mərkəzində şəhər nömrəsi 012 430 89 89 050 070 provayderlərdən, yenə də 430 89 89. Bizi sizdən qısa bir fasilə ayırır. Fasilənin ardından növbəti mövzuyla davam edəcəyik.